Hamınızı qarşıdan gələn sabahki gün olacaq Məbəs bayramı münasibəti ilə təbrik edirəm. Sabah Rəcəb ayının 27-sidir və İslam dininin mövlud günüdür. Biri var şəxsiyyətlərimizin doğum günü, biri də var dinin özünün doğulduğu gün. Dünyaya ilk dəfə Peyğəmbərimizə vəhyin nazil olduğu gün çox şərafətli bir gündür, böyük bir bayramdır. Ona görə də hamınızı bu bayram münasibəti ilə təbrik edirəm. Allah bizi Peyğəmbərin layiqli ardıcıllarından qərar versin inşallah. Peyğəmbərimiz 40 yaşında bilirsiniz Peyğəmbərliyə çatıb. Bir müddət Hira mağarasında tənha şəkildə ibadət edirdi. Mağarada ibadət elədiyi bir zamanda Peyğəmbərə mələk nazil olur və bu ayələri gətirir ki, bizim dinimizin başlanğıc nöqtəsidir. İqra, Bismi Rabbikəl-ləzi xələq, xələqəl insənə min aləq. Oxu, oxu səni yaradan Rəbbinin adıyla. O Allah ki, insanı laxtalanmış qandan yaratdı. İqra və Rabbukəl əkrəm. Oxu ki, sənin Rəbbin kəramət sahibidir, kəramətlidir. Əlləzi alləmə bil qələm, alləməl insan mə ləm ya'ləm. O Allah ki, insanı öyrətdi, təlim elədi. Qələmlə yazmağı təlim etdi, insana bilmədiklərini öyrətdi. Görün, nə möhtəşəm başlanğıcdır. Möhtəşəm başlanğıcdır ki, biz hələ də dünyaya dinimizin səsini çatdıra bilməmişik. Biz elə bir dinin ardıcılıyıq ki, dünyaya oxu kəlməsi ilə gəldi. Oxu, öyrən, bütün ilk ayələri təlimdir. İnsana bilmədiklərini öyrətdi. Görün, nə qədər mütərəqqi dindir ki, ilk xitabı Peyğəmbərə iqra, oxu və bütün ayələr, ilk ayələr elmlə bağlı ayələrdir.